Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib. Hadisə şəhərin 16-cı mikrorayon ərazisində qeydə alınıb. Belə ki, 16 yaşlı oğlanın mübahisə zəminində həmyaşıdına bıçaqla xəsarət yetirdiyi bildirilir. Yaralı dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb. Mən buradan gedirdim, gördüm orada səs-küy var, hay-küy çoxdur. Sonra dedilər ki, da fikir vermədim, getdim evə. Elə evdən, eyvandan baxırdım, gördüm, dedilər ki, bəs aşağıda iki uşaq bir-birini bıçaqlayıb, 16 yaşındadır, səhv etmirəmsə. İndi sağ olsun, polis gəldi, skoru gəldi, yardım elədilər, amma yəni mən bilmədim, bəlkə də bilsəydim, kömək eləyərdim, yəni həmin hadisə anında. Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına kişi cinsli şəxs hospitalizasiya olunub. Yuxarı ətraf quşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilir.